Rusiyada yaşayanların nəzərinə sərt qərar verildi. Kütləvi deportasiya başlayır. Moskvanın hüquq mühafizə orqanları ölkədə qanunsuz yaşayan 1,5 min xarici vətəndaşın müxtəlif qanun pozuntularına görə Rusiyadan çıxarılması barədə qərar qəbul edib. Report xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, xarici vətəndaşların 1/3 artıq deportasiya edilib. Polisin məlumatına görə 2025-ci ilin əvvəlindən Moskvada müxtəlif cinayətlər törətdiklərinə görə axtarışda olan 240-dan çox vətəndaş aşkar edilib. Bundan əlavə, ötən dövr ərzində 32 şəxs barəsində Rusiya vətəndaşlığının ləğvi barədə qərarlar qəbul edilib. Qurumdan bildirilib ki, cari ilin əvvəlindən miqrasiya sahəsində 58 mindən çox qanun pozuntusu aşkar edilib.